Keçid edək soft selection-a. Soft selection nədir? Məsələn, poligonları seçək. Bu 4 ədəd poligon. Soft selection nə edir? Seçilmiş poligonların kənarındakı olan poligonlar fərq etmir. Yəni vertex seçdiksə vertex, edgeləri seçdiksə edge, poligonlarla seçdiksə, indi hal-hazırda poligonla işləyirik. Seçdiyimiz poligon və onun ətrafındakı poligonlara yumuşaq təsir etməyə kömək edir. Soft selection aktiv etmək üçün burada klik edirik, use soft selection və görürük ki, belə gradient şəklində rənglər əmələ gəlib. Rənglər nə bildirir? Yəni qırmızı tona yaxın olan rəng, bu ən çox təsir eləyən yer oradır. Sarı daha az, yaşıl ondan da az və göy demək olar ki, tamamilə sıfırdır. Məsələn, poligonumuzu Z oxu üzərində yuxarı qaldıraq və gördüyümüz kimi 4 poligondan savayı biz cəmi 4 poligon seçmişdik, amma belə bir forma əmələ gəldi. Çünki soft selection'ın təsiri altında bu poligonlar da seçilmiş olub və onlara yumuşaq müdaxilə olunur. Ctrl-Z edək. Deməli, soft selection-da fall off. Fall off nədir? Fall off-u artırdıqca biz soft selection-ın müdaxilə edəcəyi radiusu böyüdürük. Yəni, yenə 4 poligonumuz qalır. Poligonlara qaldırırıq və görürük ki, fall off-umuzu çoxaltmışıq deyənə soft selection-ın radiusu da çoxalıb. Ona görə belə bir forma əmələ gəlir. Ctrl-Z edək, fall off. Burada belə bir şəkil görürük. Bu nədir? Soft selection necə işləməsini göstərir. Pinch-i görürük. Pinch-i çoxaldıqca bizim bu şəklimiz dəyişir. Görürük ki, bu deməli yumuşalmanın mərkəzdəki sıxlığını dəyişir. Poligonumuzu qaldıraq və görürük ki, artıq bayaq yumru kimi idi. Yəni şişirdilmiş forma idi. İndi isə daha belə hal-hazırda bir vulkanik bir formaya oxşayır. Pinch-i qaytaraq yerinə. Bir də bubble var. Bubble da şişirdilmiş forma yaradır. Bubble-ı çoxaldaq. Görürük ki, şəklimiz dəyişir. Belə bir forma alınır. O da mərkəzdəki sıxlığı genişləndirir, yəni belə şişirdir. Və yenə də poligonumuzu qaldıraq. Artıq belə bir forma əmələ gəlir. Bu parametrləri mənfi tərəfə də etmək olur. Yəni mənfi bir nəticə qoyaq və Z oxu üzərində qaldıraq. Görürük ki, formamız şəkildəki kimi olmağa başlayır. Bu pinch-də də elədir. Pinch-i də azaldanda görürük ki, belə bir forma əmələ gəlir. Sonra soft selection distansiya ilə də işləyir. Bu fall off hər yerə yayılır, yəni gördüyümüz kimi. Amma biz istəyirik ki, məsələn, yalnız bu hissədə olsun. Edge distance-ı aktiv edirik və görürük ki, bizim gradient rəngimiz itdi. Deməli, edge distance 1-dir və poligona yaxın olan edge'lər, yəni birinci sıra edge'lər seçilir yalnız. 2 etdiyində 2, 3, 4, 5 və bayaqki follow-un radiusuna çatdırma olur. Yəni edge distance belə işləyir. Biz edge'lərdə də yoxlaya bilərik. Edge distance. Bu 2 edge-ə yaxın olan birinci sıra edge'lər 2, 3, 4, 5 və belə çoxalma olur onu. Yuxarı, aşağı, hara istəsəz. Soft selection-dan çox istifadə edəcəyi bu lazımlı bir funksiyadır. Adətən bu parametrlərdən çox istifadə edirik. Bu düyməni aktiv edəndə görünüşümüz dəyişir sadəcə. Yəni əgər sizə bu görünüşdə çətindirsə seçmək, görünüşünüzü belə dəyişə bilərsiniz və seçiminizi belə görünüşlə edə bilirik. Yəni, mənə belə daha rahatdır, ona görə mən heç o istifadə etmirəm. Növbəti soft selection-a aid olan paint soft selection-dır. Yəni artıq sadəcə kliklə seçilən yox. Paint soft selection bölməsindən deməli bizdə var paint, blur və revert. Bunlar nədir? Paint seçmək üçündür. Fırçamızla plane üzərindən keçəndə seçim edirik. Revert seçməni silmək üçündür. Harda silmək istəyiriksə silirik. Blur isə seçilən ərazini biraz hamarlaşdırır, yəni blur elir oranı. Üzərindən keçək, görürük ki, yaşıldan sonra açıq mavi, sonra mavi rəng gəlir. Blur da belə işləyir. Selection value bu bizim gücümüzdür, belə deyək. Seçilmə gücümüzdür. Yəni bir olanda poligonlarımızı seçək, görürük ki, deməli qırmızı tonlardan başlayır və gradient olaraq göyə qədər gedir. Bilirik ki, göy rəng tonlarda olan ərazi demək olar ki, müdaxiləyə
məruz qalmır. Yalnız yəni, qırmızı tonlarda olan hissə daha çox müdaxiləyə məruz qalır. Bu bizim value 1 olandadır. 0-1 etdikdə yenə də seçimimizi edək. Görürük ki, artıq bizim qırmızı tonlarda olan rənglərimiz yoxdur. O deməkdir ki, bizim müdaxiləmiz daha azdır. Yəni, burada qırmızı tonlarda var idi, yəni ki, yuxarı daha çox qalxdı, göy hissə isə az qalxır. Yəni, qaldırdıqca görürük ki, harda ki qırmızı tonlar var, müdaxilə daha çox olur. Value'muz odur. Brush Strange-dəki bizim fırçanın gücüdür. O da value kimi işləyir. Elə 0-1 qoysaq görürük ki, yalnız göy rəng tonlarda olan rəngləri görürük. Brush Size bu da bizim fırçamızın radiusunu artırır. Bunun qaynar yolu Ctrl Shift-i sıxırıq və mouse'un sol düyməsini klik edərək yuxarı aşağı etdikdə görürük ki, radiusumuz azalır, çoxalır. Bir dənə seçim edək. Belə bir xaotik seçim. Poligonlarımıza müdaxilə etmək istəyirik. Bu poligonlarımızı aşağı salmaq istəyirik. Move-u seçəndə, yəni Select and Move alətini seçəndə klaviaturamızda W-dur. Görürük ki, bizim gizmomuz görsənmir, gizmomuz yoxdur. Gizmomuz görsənsin deyənə seçilmiş diapazonda, yəni bu ərazidə istənilən bir poligona klik edirik. Avtomatik bizim gizmomuz qayıdır. İndi isə artıq biz müdaxilə edə bilirik. Z oxu üzərində aşağı salırıq. Və belə bir forma əldə edirik. Selection-dan çıxmaq üçün Locks of Selection-ı söndürürük və Selection-dan çıxırıq. Belə bir formamız yaranır. Bu bizim Soft Selection bölməmiz idi.